Şirinov Elvin Elsəvən oğlu 1997-ci il mart ayının 12-sində Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. 2 yaşı olanda valideynləri Bakıya köçmüşdür. 2003-cü, 2014-cü illərdə Sabunçu rayonunda yerləşən Xəlil Həsənov adına 3 nömrəli Laçın şəhər tam orta məktəbində təhsil almışdır. Şəhidimizin anası Validə xanım qeyd edir ki, Elvin uşaqlıqdan futbolla məşğul olsa da, həmişə hərbiçi olmağı arzulayırdı. Hərbiçi olmaq istəyirdi. Futbolçu da ola bilərdi. Amma görürdü ki, bunda hiss yoxdur. Deyirdim Elvin, mən çox xoşlayırdım. Deyirdim orada futbolçu, istəyirəm futbolçu olasın. Deyirdim amma yox, mən hərbiçi olmaq istəyirəm. Biz 4 qardaş bir məktəbdə oxumuşuq. Müəllimlər paslarını da çağırırdı bizi ki, Elvin çox gözəl şagirddir, həmişə uşaqlardan da seçilir. Şirinov Elvin 2015-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılır. 2016-cı ilin oktyabr ayında xidmətini başa vuran Elvin hərbiçi olmağı seçir, 2016-cı ildə gizir hazırlığı kursunu bitirir və gizir rütbəsini alaraq tağım komandirinin müavini vəzifəsinə təyin olunur. Qazax rayonunda xidmət eləyirdi. Orada bir 3 il, 4 il olandan sonra o Qazaxdan Gədəbəyə apardılar. Müharibə başlayan ərəfələrdə mən tez-tez gündə bir dəfə, 2 dəfə zəng eləyirdim. Danışırdıq. Mənə deyirdi ki, tez-tez atam mamamla müğayyət ol, uşaqlardan müğayyət ol, mənlə arxayın ol. Çox mərd uşağı idi Elvin. Özü o elə bil yaralıları çıxardarkən onu vurublar. Qəhrəmancasına həlak olub Elvin. Elvin Şirinov Füzuli, Cəbrayıl, Qubadlı rayonlarında ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Oktyabrın 25-də Füzuli rayonunun Qarğabazar kəndində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Göz açdığı Beyləqan rayonunun Şahsevən kəndində uğruna canını fəda etdiyi vətən torpağına tapşırılmışdır. İndi qardaşı Elmir Şirinovun ailəsində 2 uşaq böyüyür. Həm Oruc, həm də Aydan Sabunçu rayon 22 nömrəli tam orta məktəbdə təhsil alırlar. Onlar əmiləri Elvinin xatirəsini əziz tutur, onunla fəxr edirlər. Şəhidimizin anası Validə Cəfərova, atası Elsəvən Şirinov, qardaşları, yaxın qohumları üçün Elvini itirmək nə qədər acı olsa da, onlar bu acını qəlbində gizlədib, qürurla başlarını dik tuturlar. Bir təsəlliləri var ki, şəhidlər ölmür. Onlar cənnətdə qərar tutub, cənnətdə yaşayırlar. Cəsarəti, qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucalan Elvin Şirinov, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən vətən uğrunda Şuşanın azad olunmasına görə, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Allah şəhidlərimizə rəhmət eləsin.